Topsuz oyun yine Isaiah Pop'tan gelmişti. Bitirebilmedi ötürme Griffin Remy'e doğru. Griffin Remy geri çekilərək 3 xallıq atış. Griffin Remy. Marcel, Remy Griffin'den güzel bir dribling ve xalla tamamlıyor. Griffin Remy 10 saniye kaldı şut saatinin sonuna, perdenin üstünden geçmişti. Lauder, Griffin Remy orta mesafeden farklanır. Emil Aliyev, Griffin'den güzel hareket. El oynadı burada. Köşede bu oyunun başlangıcından bir. Griffin Remy topu kazanır. 14 dəfə də Ordu basketbolçuları topu itirib. Griffin Remy. Əliyev olacaq. Ümid edirəm ki, maraqlı görüş izləyəcəyik. B qrupunun önemli oyunlarından biri. Griffin Remy karşılaşmanın ilk... alınmadı. Top esinə değmədi Griffin Remy. Griffin Remy çok ağıllı oynadı. Rəqibin üzerine getdi. Sumqayıt niyyətində 28-10. 18 xallıq fərq. Griffin Remy. Əliyev künc üçlüyü alındı. İllərdə yəqin ki, stajlı basketbol azarkeşləri yaxşı xatırlar həmin o Golden State komandasını və Isaiah. Bu dəfə Lawrence fərqlənə bilmədi. Jalen Thomas müdafiələri unudub hər iki komanda. Qüsursuza yaxın basketbol oynuyorlar birinci hissədə. Səbətə nə atılırsa hamısı dəqiq olur. Griffin Remy hətta Abdullah Efe uğurlayır topu ondan Remy Griffin. Əla bir hərəkət və belə də topu səbətə göndərdi Remy Griffin. Topu səbətə göndərə bilmir Remy Griffin. Sürətli hücum. Jalen Thomas. Sonra alınmadı. Roque Blanco topu Griffin'e ötürmək lazımdı. Griffin Remy bu dəfə isə əff etmir Griffin Remy. Griffin. Brandon Tucker üçlü atış. Top səbətdədir. Nəhayət ki. Jamor Greg, Griffin Remy yine fast break izləyirik. Isaiah Pop bu dəfə lövhənin köməyi.
Kirkland'dan dəqiq olmadı. Ordu komandasının sürətli hücumunu izləyirik. Remy Griffin sürətlə irəliləyir. Əla ötürmə və dank. Möhtəşəm dankla Jimmy. Və əla aldı topu rəqibindən Remy Griffin. Bax bu da əsl pressing. Hələ ki qarşısındakı basketbolçunu keçməyə cəhd edirdi, ötürməsini etdi. Əla bir hücum və növbəti dank. Ümumiyyətlə oyun əvvəldən Lənkəran komandası ilk xalı qazansa da yavaş-yavaş İzləyirik. 82-71 Griffin Remy üçlüyə. Daha sonra Remy Griffin'e verdi topu. Markovetski topu səbətə göndərir. İxtixallıq fərq var. Remy Griffin. Üçlü atış və o da Griffin. İndi üçlü gələ bilər. Top səbətə düşmür. Ancaq rebound alır Remy Griffin. Növbəti atış. Bitmişdi artıq, top da səbətə düşmədi. Quba komandasının hücumu zamanı. Remy Griffin, Jimmy Greg, möhtəşəm. Rogers təzyiq göstərir Griffiyə. Yanında Jimmy Greg var. Griffi ona əla ötürmə verdi və Remy Griffin. Jimmy Greg'dən mükəmməl bir dank izləyirik.